Allah subhanahu ve teala bizden ve sizden kabul etsin. Tekabbalallahu minna minkum barakallahu fikum. Ramazan ayı bitti ve mübarek ay bitti. Şeytanların zincirleri açıldı, cehennem kapıları açılıp cennet kapıları ise daima açıktır. Cennet kapıları daima açıktır. İşte Resulullah sallallahu aleyhi ve sellem buyurur ki: "Hucibetul cenne bil mekarih ve hucibetun naru bil şehvat." Cennet çetinliklə əhatə olunub, cəhənnəm odu isə şəhvətlə əhatə olunub. Ona görə cənnət qapıları açıqdır, cəhənnəm qapıları da açıqdır və cəhənnəmə girmək çox asandır. Biz bu həyatda, dünyada yaşadığımız müddətdə şəhvətlərə uysaq, cəhənnəmə gedən yollar bizim üçün daima açıqdır. Ona görə necə ki biz Ramazan ayında Allahın bizə halal verdiyi şəhvətlərdən məhrum etdiyimiz kimi, bu aylarda da özümüzü şəhvətlərdən məhrum eləməliyik. Necə ki Ramazan ayında böyük istəkləri öz nəfsimizdə qırdıq, sındırdıq və tərk etdiksə və bu ayda etməliyik və o ayda bizə yardım edən, bizi xeyrə yönəldən Allah subhanahu wa ta'ala bu aylarda da bizim Rəbbimiz Allah subhanahu wa ta'aladır. Ona görə Allah subhanahu wa ta'aladan yardımımızı çoxaldın. Yəni yardımımızı istəməyi, tələb etməyi çoxaldın. Və ona görə Fatihə surəsinin ayələrində gəldiyi kimi ibadətdən öncə deyir ki: İyyəkə nə'budu və iyyəkə nəstə'in. Yəni ibadətdən sonra, öncə ibadətdən sonra isti'anə gəlməsi, yəni Allahdan yardım istənilməsinin gəlməsi səbəbi də odur ki, biz o ibadətləri ancaq Allahın gücü və qüvvəti ilə edirik. Allahın gücü və qüvvəti ilə edirik. Allah Subhanahu taala gücü və qüvvəti olmadan biz o ibadətlərə müvəffəq ola bilmərik. Birinci məsələ budur, Allahdan yardım deməkdir. Birinci məsələ də Allahdan yardım istəməkdir. İkinci məsələ öz nəfsinlə daima mücahidə etməkdir, mübarizə aparmaqdır. Allah subhanahu wa ta'ala buyurur ki: "Vellezine cahadu fina lenehdiyenne subulana." O kəslər ki bizim yolumuzda çalışırlar, biz onlara hidayət yollarını açarıq, hidayət yollarını göstərərik. Və necə ki mənasında təfsirində gəlir ki, yəni o bilmədiyi, gözləmədiyi hidayət qapıları onun üçün açılar və göstərilər. Və insan itaətlərlə itaətləri artırmaqla Allah Subhanahu onun üçün hidayət qapılarını açır. Və şək yoxdur ki, biz daima o hidayət qapılarına ehtiyacımız var. Əks halda biz daima Fatihə surəsində İhdina sıratal müstəqim sözünü işlətməzdik. Və üçüncü məsələlərdən biri unutmaq lazım deyil ki, bu Allah Subhanahu Teala bizə verdiyi nemətlərdir. O nemətlər ki, biz Allah Subhanahu Teala'ya ibadət edirik. O nemətlər o demək deyil ki, biz o nemətləri özümüz üçün istifadə etməliyik. Yox. O mə bikum min ni'mə fə min Allah. Sizə olan nemətlər hamısı Allahdandır. Və heç bir kəs hansı bir əlindəki olan ibadət növlərini, hansı ki o ibadətlərlə Allaha yaxınlaşırsa, onu özündən görməməlidir. Və bilməlidir ki, bu hamısı Allah Subhanahu Teala'nın ona verdiyi nemətidir. Ona görə o nemətləri həqiqi olaraq Allah Subhanahu Teala istifadə etməlidir. Və dördüncü məsələlərdən də unutmamalıyıq ki, az əməl də olsa davamətli olmalıdır. Necə ki Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki: "Əhabbul a'mal ilallah edvamuha və in qal." Allaha ən sevimli əməllərdən az olsa da belə davamətli olandır. Baxın, az olsa da belə davamətli olan əməl Allah Subhanahu Teala'ya sevimlidir. Və necə ki Allah Resulü sallallahu aleyhi ve sellem sahabiyə deyir ki: "Ey filan kəs, yəni adı səhvimsə Abdullah bin Amr olmalı, sahabenin adı yadına deyil. Hər bir halda gəldi ki, filan kəs kimi olma, gecə namazlarını qılırdı, sonra tərk etdi. Ona görə yəni mühümdür ki, biz bu Ramazan ayında artıq təravih namazlarını qıldığımız, nəfsimizi öyrəşdiyimiz halda bu gündən belə deyək, buraxmamalıyıq. Öz nəfsimizi ona öyrəşdirməliyik. O əməl bizim üçün artıq sabit olan bir əməldir, davamətli bir əməldir. Ona görə artıq o davamətli olan əməli tərk etməməliyik. Allaha sevimli olan əməli tərk eləməməliyik. Ona görə nəfsimizi o sabit olan, davamətli olan əmələ öyrəşdirməliyik. Və son olaraq biz mükəlləf olunmuşuq daima Allaha ibadət eləməyə ta ölüm gələnə qədər. Necə ki Allah Subhanahu Teala buyurur ki: "Va'bud rabbaka hatta ya'tiyakal yaqin." Sənə ölüm gələnə qədər
Rəbbivə ibadət elə. Bu baxımdan da artıq biz hər bir kəs üzərimizi başa düşməliyik ki, ölüm haqdır və ölüm hər bir an gələ bilər və biz öləndə hansı halda ölə bilərik. Ona görə də biz çalışmalıyıq ki, daima ölümü göz qabağımıza edək ki, öldükdə ibadət halında ölək. Və necə ki, Allah Subhanahu bu əmrə tabi olaraq, yəni Rəbbimizə ibadətlə ölək. Yəni çalışın daima öz nəfsinizi bu şeylərə xatırladasınız. Allah sizə bərəkət versin. Cəzakumullahu xayra. Subhanaka Allahu bihamdika əşhadu an la ilaha illa ente estağfiruke və etûbü ileyk.